Düzdür, məsələn, elə təriflər var ki, keçən dərs dediyim bir sinifdə, bilmirəm, demişdim, 5-ci sinifdə bir oğlan vardı. Nəsə bu Kingsdə falan qalib gəldi, nə bilim. Bunu müəllimlər dəhşət təriflədilər. Çox təriflədilər. Uşaq elə dəyişdi ki, uşaq çox belə, nətər deyim, lor dildə, yekəbaş, yekəxana, nə bilim, yalançılığa başladı. Nəsə bir nadişlik elədi, sinifdə başladı başqasının üstünə atmağa. Bunu o tərif çox tərif ziyan deyil. Hər bir şey həddində olmalıdır. Tərif də həddində olmalıdır. Hə, o qədər gözümdən çoğuşaq. Yəni burada doğru tərzdə olmalıdır. Doğru, düzgün tərzdə tərif olmalıdır. 9-da səhvdir. 9-da səhvdir. Vaxt yox, mən də gələn dəfə baxacağam. 9-da düz yazmısınız müəllimə? Səhv var 9-da. Bəli, 9-da səhv. Məndə də səhvdir. Uyğunluğu istəyir bizdən. Bəli. Oxuyun müəllimə, zəhmət olmasın. Ki, dərs zamanı yanlış davranışı qeyri-verbal reaksiya vermək daha məqsədə uyğundur. Yəni səs çıxartmaqda qeyri-verbal... Yox, qeyri-verbal yəni səssiz yanaşmaq. Qeyri-verbal, məsələn, orada müəllim gətirir birinə sarı kart verir yavaşca danışmadan, birinə qırmızı kart. Uşaq bilir ki, sarı kart verəndə nə deməkdir, qırmızı kart verəndə nə deməkdir. Qeyri-verbal, səssiz formada müəllim reaksiya verir. Yəni, təbii ki, orada müəllim sözlü nəsə demiş olsa, orada fikir yayınacaq, dərs prosesinə mane olmuş olacaqlar. Ona görə də qeyri-verbal yanaşmalıdır. Bu doğrudur. Sinifdə yaranan bəli, müəllim. Demək, mən dəyişik götürmüşəm də yerim. Qeyri-verbalı səsli düşünmüşəm. Qeyri-verbal səssizdir. Sinifdə yaranan ən kiçik problemin həlli üçün belə sinif iclası çağırılmalıdır. Bu səhv fikirdir müəllimə. Hər bir sadə bir şeydən ötürü sinif iclası çağırmağa ehtiyac yoxdur. Düzdür müəllimə. 3-ə baxın zəhmət olmasın. Burada yanlışdan deyir ki, prosedurala əməl etdikdə şagird üçün müsbət edilmədikdə mənfi nəticələr olur. Bu yanlış fikirdir. Prosedurlara əməl edildikdə şagird üçün müsbət. Bu qaydaya aiddir. Prosedura yox, qaydaya aiddir. Ona görə yanlışdır bu. Yanlışdır, qaydaya aiddir. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması konfliktlərin bu da müəllim qaydaya aid olur onda. Yox, bu elə yazılı şəkildə ortaq dəyərlərin yaradılması, demişdik ki, məsələn, yazılı şəkildə ortaq dəyərlər yaradılır. Məsələn, şagirdlərə belə ortaq dəyərlər hazırlayıb biz bunu divardan da asırıq, müzakirə də eləyirik. Məsələn, ailəmə, məktəbimə görə mən məsuliyyət daşıyıram. Məsələn, məktəbimə hər hansı bir kimsə ziyan vurarsa, mən buna müdaxilə etməliyəm və yaxud da özümdən böyüklərə müraciət eləməliyəm. Və yaxud da şagird müxtəlifliyinə qarşı, sinifdə fərqli uşaqlar ola bilər, müxtəlif uşaqlar ola bilər. Fərqliliklərə bağlı. Və yaxud da şagirdlər hər hansı biri səhv etdikdə necə münasibət göstərməliyik. Yəni, bunlarla bağlı yazılı ortaq dəyərlərin olması konfliktlərin effektiv həll olunmasına kömək edir. Ona görə 4-cü düzgündür. Birincidə mən səhv düşündüyümə görə, elə ona görə səhv götürmüşəm. Burada aydın oldu müəllimə. Doğru, yanlış da yanlış. Bəli, başa düşdüm. Deməli, biz burada seçəcəyik 1, 3. Bəli. 1, 3, Sonra 15-ə qədər. 12 səsdir məndə. Oxuyun müəllimə zəhmət olmasın. Konfliktləri həll etmək metodu, sinif iclaslarının keçirilməsi, prosedurun qoyulması, şagirdlərin akademik nəticələrinin yüksəldilməsi, şagirdlərin motivə edilməsi, bir dəqiqə. C olar, şagirdlərin motivə edilməsi. Niyə müəllimə? Motivə olunması, niyə motivə eləyək ki? Əgər konflikt varsa, biz orada nəyə motivə eləyəcəyik ki? Yəqin nəyəsə gedib də fikir ona görə. Yox, konfliktləri müəllimə. Məsələn, hər hansı bir münasibət deyək ki, çoğranıbdır. 2 nəfərin arasında münasibət çoğranıbdır. Düzdürmü? Yəni, burada başqa uyğun variant görənmədim ona görə. Dərsi diqqətlə oxumusunuz müəllimə? Müəllimə, bunlar qayda deyil.
Video dərsə baxmışam, yəni belə kitabdan oxumamışam. Müəllimə, konfliktlərin idarə olunmasında demişdik ki, sinif iclaslarının keçirilməsi, sonra müəllimin xüsusi strategiyaları, məsələn, buzqıranlar falan, yazılı şəkildə ortaq dəyərlərin yaradılması, bunlar konfliktləri həll etmək üçün metodlardır. Yadınıza düşdü müəllim? Bir dənə şey deyim. Konfliktləri həll etməyin metodu. Bu da təbii ki, yazılı şəkildə ortaq dəyərlərin yaradılmasıdır. Bəs bu da indi əvvəldən olur, yoxsa məsələn tutaq ki, yox, konflikt olandan sonra. Məsələn, konflikt olubdur, müəllim sinif iclası keçirdi. Bir xülasəni müəllim özü bir xülasə eləyir. Sonra şagirdlər öz fikirlərini bildirirlər. Həmin o iki arasında konflikt yaranan gedir öz arasında kənarda ikilikdə danışır, qayıdıb gəlirlər. Yəni burada müəllim birbaşa bunların arasını düzəltmir. Müəllim istəyir ki, müəllimin fasilitatorluğu ilə konfliktləri özləri həll eləsinlər. Çünki müəllim olmayanda da konflikt baş verəcək. Müəllim bunlarda formalaşdırır ki, konflikti özləri aradan qaldıra bilsinlər. Bu da bir-birini başa düşməyi öyrədir ən azından yanlarında duranda, yoxsa bəli. Başa düşdüm. 15-ə qədər. 13-ə də baxaq. Baxaq, əlbəttə. Ayıracaqsınız vaxtı, yoxsa Oxuyun müəllimə, narahat olmayın, baxaq hamısına. boş xanaya ən uyğun komponenti müəyyən edib yazın. Davranışın bir neçə aspektini ehtiva etməlidir. Şagirdlərdə nəyə əməl etməli olduqları aydın qeyd olunmalıdır. Şagirdin davranışına diqqət çəkərək tərifləmək lazımdır. Müəllimə, mən də səhv başım. Elə bilmişəm onu izah edirsiniz. Ona görə deyirəm. Müəllimə, demişdik ki, mənfi nəticə olduqda cəzalanacaq, müsbət nəticəsi olduqda mükafatlanacaq, təriflənəcək. Bunu hansında demişdik? Olur. Necə? Hə, qaydada. Sırf indi bunlar aidsə qayda. Qaydada demişdik. Və burada deyir, davranışın bir neçə aspektinə etibar edir. Şagirdlərdə nəyə əməl etməli olduqları aydın qeyd olunmalıdır. Şagirdlərin davranışına diqqət çəkərək tərifləmək lazımdır. Bunlar hər üçü qaydaya aiddir, düzdürmü? Demək, tərifləmək sözü də varsa, bu da yəni qaydaya. Bəli, o da tərifləməkdir. Qaydaya əməl olunan təriflənir. Qaydaya əməl olunmayan cərimələnir. O əvvəldə də qeyd elədik ki, yol hərəkət qaydalarına əməl olunmayan sonda cəriməsi var. Düzdürmü? Və yaxud da o Covid-də olan maska məsələsini qeyd elədik. Düzdürmü? Siz dərsdə idiniz, bilmirəm, yoxsa yox. Bildirdik ki, məsələn, əvvəl gözlənti qoydular. Maskalardan istifadə edin. Maskalardan istifadə edək. Maska taxaq. Gördülər, maska taxmırlar, virus yayılır, cəriməyə qayda qoydular. Maska taxmayanı 20 manat, nə bilim 30 manat cərimələdilər. Qaydaya keçdilər. Qayda gözləntinin artıq sərt formasıdır. Gözləntidir. Mülayim şəkildə gözlənti qoyub. Əməl olunmursa, sərt şəkildə qayda. Qaydada da ya təriflənmək var. Şagird təbii ki, qaydaya əməl edirsə tərifləyəcək. Sizin qeyd elədiyiniz necə? Əməl etmirsə də cəzalanır. Bəli, cəzalanacaq əməl etməsə də. İndi cəza da təbii ki, müəyyən tədbirlər mənasında da uşağı döyün, cəza tətbiq edin. Yox, qulağın çəkib bir dəfə qoysan yer. Yox, qulaq çəkib. Yəqin ki, zarafat idi bu. Yedim səhvdir məndə, müəllimlər. Saçını yolmaq da qəşəng cəzadır. Öz oğlanların. Qulağının dibindən. Bəli, avtoritar müəllimlərin cəza metodu ola bilər bu. Avtoritar müəllimlər bu Sovet modelli strategiyalardan istifadə edənlər o cəzadan istifadə edirlər, amma təbii ki, hər biri yanlışdır. Qeyd elədiyimiz kimi biz operant şərtləndirmədə də bəzi cəzalara toxunacağıq. Müəllimə, elə ona görə də o vaxtın uşaqları ağıllı idi, tərbiyəli idi. İndiki uşaqları eləmirik deyə heç müəllimi də sevmir. Bugün şey oldu. Burada bir tədbir var idi. Sırf çağdaş da indiki müasir dövrdə uşaqların tərbiyəsi deyir tamam fərqli olmalıdır. Yəni o zamanki metodu deyir qətiyyən tətbiq eləmək olmur. Hətta ünsiyyətdə, nə bilim. Bəli, baxın. Yəni siz gələ bilmiriksə 3 saat şey oldu da tədbir oldu onunla bağlı. Neçə dənə qurum var idi da orada.
Hə, yəni hamısı onun deyir ki, ancaq yəni yönləndirək də. Tutaq ki, internetdən istifadə eləyir, elə səhifələrə yönləndirək ki, oradan lazım şeylər qazansınlar. Nə bilim, yəni onsuz da bunlar bundan məşğul olur. Amma istiqamətin elə yönləndirək, yəni tamamilə seçmək mümkün Yəni deyil. dövr dəyişib, o müəllimənin dediyi kimi, məsələn, o Sovet dövründəki də uşaqlar, indiki uşaqlar kimi deyildi. İndi kompüter dövrüdür, hər bir şeydə. Düzdür, onda da düzgün deyildi. O uşaqları təzyiq altında saxlamaqdan, zorakılıqdan öyrənəndə o emosional baxımdan zədələnibdi o. Emosional Bilirsiniz, müəllimə, üzr istəyirəm, sözü kəsirəm. Bugünkü həmin gəncliyi də yetişdirən həmin o Sovet dövründə əzilmiş uşaqlardır. Orası da var. Düzdür müəllimə. Baxın, ona görə də o sərt cəza görən şagirdlər intihara gedib çıxır axırı. Hər gün məsələn xəbərə baxırsınız, nə qədər evdən çıxan qızları görürük, intihar etmiş uşaqları görürük, yeni yetimləri görürük. Onların hər birində biz kökündən araşdıranda görürük ki, valideyn təzyiqi. Birdən şeydir, üzr istəyirəm, böyük qızım deyir ki, mama, bir də nəysə qayda qoy da evdə. Ki, filan şey filan saat eləyim. Deyirəm, ehtiyac duymuram, axı, nə qayda qoyum. Qoymayanda da uşaq, nə bilim, elə bir o da özünü narahat edir. Adca demək lazımdır. Bəli, evdə də biz tətbiq eləyə bilərik bunu. Təbii ki, qədərində. Məsələn, uşaq təmizliyinə fikir vermir, üzün yumur, səhər duranda üzün yumur və yaxud axşam yatanda dişin fırçalamır. Biz hər hansı bir prosedur qoya bilərik ki, axşam yatmamışdan öncə dişlərimizi fırçalayaq. Bunu uşaq eləmir, bir dəfə eləmir, iki dəfə eləmir. Biz ardıcıllığı, o prosesi biz nə vaxt vərdişə çevirə bilərik? Ən azı bir 21 gün səy göstərməliyik. Necə ki, o sinifdəki prosedura birdən-birə uşaq əməl eləmir, öyrədirik, məşq edirik, möhkəmləndiririk. Evdə də uşaqlarımızda onu biz icra eləməliyik. Bir dəfə, iki dəfə, üç dəfə sonra görəcəksiniz ki, uşaq artıq deməmişdən yuyundu, dişin fırçaladı, sonra getdi yatmağa. Ona görə təbii ki, həyatımızın nəinki məktəbdə, dərs prosesində, həyatımızın hər bir mərhələsində bu gözlənti, prosedur önəmlidir. 20-yə qədər müəllimlər varsa... 17-yə baxaq da müəllimə. Oxuyum. Oxuyum müəllimə zəhmət olmasın. Bəzən şagirdlər müəyyən səbəblərdən dərsə gecikən zaman içəri daxil olaraq müəllimdən icazə istəyir. Gecikməsi barədə izahat verir. Dərs prosesinin pozulmasına səbəb olur. Bu halda gecikən şagirdlərin dərsə mane olmaması üçün müəllim nə edə bilər? Yəni burada belə varianta baxmadan, hələ variantları oxumadan özünüz düşünün. Nə eləməlidir? Yəni əvvəldən prosedur tətbiq eləməlidir ki, dəqiqə. Bəli. Yəni icazə istəmədə keç otur yerində mane olma. Belə bir şey. Sonra yazıb ki, gözlənti tərtib edə bilər. Bu düzdür. Gözləntini qaydaya çevirmək lazım deyil. Burada yazıb ki, müəllim akademik ilin əvvəlində kifayət qədər gözlənti tərtib edə bilər. Bu düzdür, yoxsa səhvdir? Kifayət qədər biraz çox olur da, çox deməkdir. Kifayətdən də başqa, ardıcıllıq üçün, icra üçün nə lazımdır? Prosedur. Prosedur lazımdır, bəli. Gözlənti o ardıcıllıq üçün deyil. Məsuliyyətli olun. O sinifə necə girməklə bağlı gözlənti qoya bilmərik biz ki, qapını döymədən sakit otur. Biz prosedur qoya bilərik bu barədə. Aydındır? Bəli. Və yaxud 3 oxuyun müəllimə. Müəllim dərsə vaxtında gəlin gözləntisini qaydaya çevirə bilər. Bu düzdür, səhvdir. Müəllimə, düzdür da. Dərsə vaxtında gəlin, gözləntidir də. Bəli, müəllim dərsə vaxtında gəlin, bu gözləntidir. Və yaxud da ki, bu gecikir axı, lap qaydaya çevirsin. Bu dərsə vaxtında gəlin, qaydaya çevirsin lap bunu. Lap deyək ki, bu 3 düzdür, çevirsin. Amma bununla əlaqəli, bu situasiyadan bağlı deyil axı. Çünki icazə istəyir, gecikir, dərs prosesinin olmasına səbəb olur. Olsa, yəni özündən asılı deyil, həm də ola bilər ki, gecikmə ola bilər. Amma əsas bunu gecikəndən sonraki məsələdir da buradakı. Bəli, gecikəndə nə etmək lazımdır gecikəndə ki, dərs prosesinə mane olmayaq. Bizdən soruşduğu odur ki, icazə istəyir, gecikməsi barədə izahat verir. Dərs prosesinin pozulmasına səbəb olur. Bu halda gecikən şagirdlərin dərsə mane olmaması üçün müəllim nə edə bilər? Əlbəttə, bunun üçün prosedur qoymalıdır. Ona görə 3 də getdi. 2 də getdi. 4-ə baxaq. Elə burada bir dənə soruşulmuş ki, elə burada elə soruşulmalıdır. 20-yə qədər.
Məndə 20-dədir, müəllimlərdə bilmirəm. 20-yə qədər var müəllimlər. Yoxdursa oxuyun, Sevinç müəllimə oxuyun. Müəllim müzakirənin aparılması ilə bağlı proseduru şagirdlərin diqqətinə çatdırır. Hı. Əvvəlcə şagirdlər prosedura həvəslə riayət edirlər, lakin qısa müddət sonra prosedura əməl etmək onlar üçün maraqsız olur. Hı. Nəticədə xaotik müzakirə müşahidə edilir. Bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Hı. Müəllim prosedura əməl Variantları etməyən oxumadan şagirdlər. özünüz düşünün müəllim. Hələ varianta keçməyin. Müəllim Məncə orada proseduru şeyləməyib də, möhkəmləndirməyib. düzdür. Çünki müəllim müzakirənin aparılması ilə bağlı proseduru şagirdlərin diqqətinə çatdırır. Əvvəlcə şagirdlər prosedura görürsüz, əvvəlcə həvəslə əməl edirlər. Lakin qısa müddət sonra prosedura əməl etmək onlar üçün maraqsız olur. Nəticədə xaotik müzakirə müşahidə edilir. Əlbəttə, bunun niyə bu vəziyyətə gətirdi, çıxartdı? Mən Çünki burada deyini müəllim- götürmüşəm gözlənti və qaydalarla, amma ona ehtiyac yoxdur da. Əvvəldən elə möhkəmləndirsə qaydaya da ehtiyac olmayasıydı. Aha, gəl onda variant baxaq. Görək burada. Elə C-dir də, müəllim prosedurun tətbiqində israrlı olmayıb. Bəli. İsrarlı olmayıb da. Müəllim əvvəl tətbiq edib, sonra boşluq verib. Boşluq olduğuna görə də təbii ki, şagirddə də o boşluq yaranacaq. Müəllim israrlı olsaydı vərdişə çevrilmiş olacaqdı. Ona görə C bəndidir. Aha. 25-ə qədər. Müəllimə, məndə 23-dür. 23. Elə məndə də 23-dür. Aha, hə, bildim burada. Burada sizi tələyə düşmüsünüz yəqin ki. 23-də. Burada uyğunsuzluq istəyir. Bəli, müəllimə. Uyğunsuzluq deyirsə, biz doğruda yanlış, yanlışda doğru. Bəli, müəllimə. Sonra başa düşdüm müəllimə səhvimi ki, demək burada bir əslində səhvdir, doğruda yazılıblar. Deyir, sinifin idarə edilməsinin əsas funksiyalarından biri şagirdin formativ qiymətləndirilməsinin rahatlığını təmin etməkdir. Əslində bu səhv fikirdir, Bu doğruda səhv fikirdir. yazılır. Çünki sinifin idarə edilməsinin əsas funksiyası formativ qiymətləndirmənin rahatlığını təmin etmək. Yəni sinifi idarə etmək üçün qayda, prosedur, gözləntidən danışırıq da. Necə müəllim? Bəli. Demək, Bir mənasız bir qanatda, yəni formativ üçün deyil o şeylər. Bəli. Yəni Yəni qiymətləndirmə sinifi üçün. idarə etmək üçün biz gözlənti, qayda, prosedurdan istifadə etməliyik. Bir gəlsə, aha, qiymətləndirmədən söhbət getmir. Edilən səhvin hər dəfə sinifdə müzakirəsi sinifin effektiv idarə edilməsinə aid faktorlardan sayıla bilməz. Bu doğru fikirdir mənim. edilən səhvin hər dəfə sinifdə müzakirəsi sinifin effektiv idarə edilməsinə aid faktor olaraq sayıla bilməz. Hə, bilməz deyir. Bəli, bu səhvdir, bu doğru fikirdir. Edilə bilməz. Çünki edilən səhv hər dəfə sinifdə müzakirə edib, yəni çürüyünü çıxartmaq olmaz da. Ona görə bu doğrudur. Amma baxın görürsüz cümlə necə qurulub. Əvvəlini oxuyub, sonunda oxuyursan görürsən bilməz yazılıb. Aha, bu doğrudur. Aha. Aydın olsun müəllimə bu iş. Bəli. Aha. Qaydaları tətbiq edərkən şagirdlərin iştirak etməsinə yol vermək onun nəticəsinə mənfi təsir edir. Aha. Yəni, əslində bu doğru fikirdir də müəllimə. Yox müəllimə. Bu əksinə biz qaydaları tərtib edən zaman şagirdlərin şagirdlərin nəticəsini nəzərə almalıyıq. Bəli, niyə şərait yaratmalıyıq? Çünki qaydanı özü qoyan, o qaydaya əməl edəcək də. Şagirdlərlə bir yerdə müzakirə şəkildə qayda qoysaq, uşaqlar da öz qoyduqları qaydaya əməl edəcəklər. Əksinə mənfi yox, müsbət təsir edəcək. Ona görə 3 səhvdir. 4-ü oxuyun. Bəzən şagirdlərin neqativ davranışlarını görməzdən gəlmək normaldır. Bu düzgün cavabdır əslində. Niyə düzgün cavabdır? Bəzən şagirdlərin neqativ davranışlarını görməzdən gəlmək normaldır. Yəni hər neqativinə belə yəni o düzgün deyil. Hər negativi belə olur da. Reaksiya verəndə uşağın da müəllimdən zəhləsi gedir elə bil. Yəni uşaq belə boğmaya səbəb olmaz da. Uşaq da hər hansı bir neqativ hərəkət eləyə bilər. Hamısı baxır biz hansı məsələdə ondan fərdi söhbət aparmalıyıq, hansında hansı addım atmalıyıq, amma
həqiqətən də bəzi neqativ davranışları görməzdən gəlmək normaldır. Yəni 4 düzdür əslində. Baxın müəllimlər, burada həmişə bir Mən D variantını götürmüşdüm 1-3. ilk öncə müəllimə, burada ilk öncə baxın görün uyğunluq istəyir yoxsa uyğunsuzluq istəyir. Buna ilk öncə diqqət yetiririk. Baxırıq uyğunsuzluq. Test eləyəndə də baxın bax bu formada eləyin. Əlinizdə kağızınız olsun, qələminiz olsun. Bu formada mənfi müsbət qoya eləyin. Qoyub bunu elədiniz. Bizdən uyğunsuzluq istəyir. Uyğunsuzluq istəyirsə biz doğru da yanlış, yanlış da doğru seçməliyik. Bu artıq gözümüzün önündədir. Burada seçirik yanlışı, burada isə seçirik doğrunu. 1-4. Mən müəllimə doğruda düz seçmişəm. Doğruda yanlışı düz götürmüşəm. Yəqin uyğunluq kimi baxmısınız. Yanlışlı ilə yanlışı götürmüşəm. Aydın oldu mənə. 25-ə qədər, 30-a qədər 24-də baxaq. baxaq. Oxuyun müəllimə. Verilən fikirlərdən hansı sinifin effektiv idarə edilməsi ilə bağlı yanlışdır? Sinif iclaslarında şagirdlərdə konflikti həll etmə bacarığının formalaşdırılması arzu olunandır. Mən bunu götürmüşəm deyəsən. Verilən fikirlərdən hansı sinifin effektiv idarə edilməsi ilə bağlı yanlışdır? Sinif iclaslarında şagirdlərdə konflikti həll etmə bacarığının formalaşdırılması arzu olunandır. Sinif iclaslarında, yəni yanlışı soruşuram bizdən. Niyə yanlış götürmüşəm? Mən o valideyn iclası üçün fikirləşdim. Valideyn iclasında da uşaq olmur. Biz konfliktdə dedik sinif iclası, ortaq dəyərlərin yaradılması. Bu dedi ki, konfliktləri həll etmək üçün doğru metodlardır. Valideyn iclası düşünürsünüz, bəli, valideyn iclası olmaz. Sinif iclasları olur. A-bəndi düzdür, bizdən yanlış istəyir. Sinifin səmərəli idarə edilməsi müəllimdən tələb olunan səriştələrdən biridir. Bu da düzgündür məncə. Bəli, bu doğrudur. Sinifdə qoyulan prosedurların effektivliyini təmin etmək üçün onların icrasını vərdiş halına gətirmək lazımdır. Doğrudur, yanlışdır. Doğrudur. Yəni prosedurlara əməl etmək üçün, bəli, biz bunu vərdişə çevirməliyik ki, artıq avtomatlaşsın, vərdiş alınsın. Ona görə bu da doğrudur. Əgər şagird prosedurları düzgün icra etmirsə, buna səbəb həmin prosedurun faydasız olmasıdır. Faydasız yox, yəni artıq keçirik qaydaya da, elə səhv budur. Yox, qaydaya keçmirik, Möhkəmləndirilməyib da, belə deyim. Möhkəmləndirilməyib deyə bilərik. Biz gözləntiyə əməl olunmalıqda qaydaya keçirik. Amma həmin o prosedur lazımlıdır ki, onu müəllim qoyubdur ki, buna icra olunsun. Deyir, əgər şagird prosedurları düzgün icra etmirsə, demək ki, müəllim buna öyrətməyibdir. Buna səbəb həmin prosedur faydası olması yox. Buna səbəb müəllimin o proseduru öyrətməməsidir. Demişdik ki, öyrət, məşq et, möhkəmləndir. Yəni prosedur faydalıdır ki, müəllim o proseduru qoyub. Elə burada kobud çəkir. Necə mənasız olur? Yəni prosedurda, qaydada o faydasız sözü olmaz da. Yəni harda rast gəlsə o düzgün fikir deyil məncə. Yəni faydasız sözü də. Baxır, təbii ki, o düşən o cümləyə baxır. Bəli, faydasız prosedur lazımlıdır ki, müəllim o proseduru orada tətbiq edir ki, xaos olmasın, nizam-intizam olsun şagirdlər. Yəni nizam-intizamla hərəkət etsinlər. Bu D niyə D oldu? Tam aydın oldu müəllimə. Mənə aydın oldu. Əgər şagird prosedurları düzgün icra etmirsə, bunun səbəbi demək ki, müəllim o proseduru öyrətməyibdir. Əgər öyrətsə, o düzgün icra edərdi. Amma faydasız olması yox, bu kobud səhvdir. Ona görə deyil bəndə. Yeni oxuyun zəhmət olmasa. Buzqıran strategiyalarından istifadə sinifin effektiv idarə edilməsinə də məqsədə uyğundur. Bu düzgündür. Düzdür, bəli, düzdür. Yəni uşaqlar arasında münasibət, müəllimlə uşaq arasında. Bəli. 30-a qədər. 30-a qədər səhv var müəllimlər. Mən ilə 31-ini eləmişdim müəllimə. Hamıtırda keçməmişəm. 29-a da bir dənə baxardıq. Onda 29-a baxar, sonra 31. Oxuyun müəllimə. Aşağıdakı hallardan hansında sinif prosedurları tərtib olunmur? Edilir. Müəllim şagirdlərə sual ünvanlayarkən, şagirdlərin əlavə materiala ehtiyacı olarkən, diqqəti müəllimə yönəldərkən, müəllim sinif otağında olmadıqda, bunu düzü təxmini variant atdım, o da səhv çıxdı, yəni başa düşmədim. Siz hansı variant yazmışdınız müəllimə? Mən əlavə materiala ehtiyacı olarkən.
Əlavə O bayaq materiala dediyi ehtiyac ağ olarkən, bəli, orada prosedur qoyur ki, məsələn, icazə alma, icazə almadan get qutudan bir dənə ağ vərəq götür. Yəni o tərbiyəsizlik deyil, mədəniyyətsizlik deyil. Bəzən bununla əlaqələndirirlər, amma yanlışdır. Bizə burada əsas lazımdır ki, dərs axıcı olsun, proses məqsədyönlü olsun. Ona görə də biz bu proseduru qoyuruq, şagird də gedir, sakitcə götürür, oturur yerində, icazə almadan. Yəni bu var. Və yaxud da başqa hansını düşünürsünüz məsələn? Müəllim şagirdlərə sual ünvanlayır ki, məsələn, müəllim prosedur qoya bilər ki, əlinizi qaldırın və yaxud da gözünüzü. Bəli. Və yaxud da diqqəti müəllimə yönəldərkən, müəllim əlini qaldıranda qələmləri qoyun müəllimə baxın. Yəni bu prosedur həmişə olub da, ənənəvidə də olub. Məsələn, sual verərkən əlinizi qaldırın, danışmayın. Amma sinifdə şagirdlər arasında münaqişə baş verdikdə, konfliktlər olduqda, bunun üçün prosedur qoyulmur. Bunun aradan qaldırılması strategiyaları var. O barədə də danışdıq. Bununla bağlı bayaq dediyi ortaq dəyərlərin yaradılması o. Bəli, ortaq dəyərlərin yaradılmasıdır, sinif iclaslarının keçirilməsidir. O münaqişə olanda, məsələn, münaqişə baş verib də, deyək ki, sinifdə şagirdlərlə münaqişə baş verdikdə, necə prosedurdan bunu aradan qaldırmaq olar ki, birinci sən bu sözü buna denən, sonra belə elə, prosedur axı ardıcıllıqdır. Ona görə yer tamamilə yanlışdır. Aydın oldu müəllimə? Bəli, bəli. 31. Oxuyub düz eləmişəm. Yox, müəllimə, elədiyim düzdür. 31-də 30-da düzdür. Səhvim yoxdur. Yəni deyirəm ki, ora qədər eləmişəm. Oradan o tərəfə keçməmişəm. 25 qaldı. Bir dənə 25-ə də baxaq sonra. Baxaq. Oxuyun müəllimə 25-i. Sinifdə şagirdlər suallarını yerdən başqalarının sözünü kəsərək səsləndirir və bu da dərsin gedişatının pozulmasına səbəb olur. Bunun qarşısını almaq üçün müəllim sual verəndə prosedurunu sinifə tətbiq edir. Buna baxmayaraq şagirdlər hələ də sual verən zaman nizamsızlığa yol verir. Prosedurun işə yaramamasının səbəbi nə ola bilər? Variantı oxumadan bir dənə düşünün görün nə ola bilər. Elə möhkəmləndirməkdir də, həmin proseduru möhkəmləndirmək. Ya möhkəmləndirmək ola bilər, ya məşq edilmək ola bilər, ya da öyrədilməyib ola bilər. Bu üçündən biri ola bilər. Yəni variantları oxuyun. Elə onda B olar. Müəllim prosedurun nədən ibarət olduğunu öyrətməyib. Bəli, öyrətməyibdir. Bax bu düzdür. Amma akademik ilin əvvəlində başqalarına diqqətlə qulaq asın gözləntisini qoymayıb. Biz burada prosedurdan danışırıq. Şagird əl qaldırmır deyirəm. Şagird necə idi? Başqası Yəni bugünkü dərsə qoşulana qədər prosedurla gözləntini eyni götürürdüm. Ona görə yəqin ki, burada səhv eləmişəm. İndi başa düşdüm, yəni şeydir. Aha, tam aydın oldu bu hissə. Aydın oldu bəli. Aha. 30-a qədər. Otuz'a qədər var müəllimlər, 35-ə qədər. Bayaq bizdə işıq söndü, dərsi yazdınız bayaq keçəndə. Dərsin izahını müəllimə? Bəli. Dərsin izahını yazmışam, bəli, amma testlərin deyəsən yarısından başladım yazmağa. Eybi yoxdur, testlər onsuz da qoşulmuşdum artıq, elə birdən baxdıq. Amma dərsə məsələn yarımçıq oldu da, işıq söndü. Bəli, dərsi yazmışam. Müəllimlər 40-a qədər var səhv. Müəllimə eləməmişik yaxın. Eləməmisiniz, bu yarısını eləmişsiniz. Müəllimlər, bu testlər çox vacibdir. Bu testlər sadə olunduğu qədər də ən çox yəni qəbulda düşən testlərdir, mövzulardır. Ən çox qəbulda bu mövzulardan düşür. Bu 6-cı bölümə aid olan mövzular. Elə bugünkü yeni mövzumuzdur. Ona görə bu qalan testləri gələn dərsə qədər işləyərsiniz. Oldu müəllim. İndi neçəyə qədər işləmişdiniz? 30-a qədər. Qeyd edirəm. Mən 31-in eləmişdim. Qalıb 24-dür. Müəllimlər, bax qeyd götürdüm 30-a qədər. Qalanı da 55-ə qədər gələn dəfə işləyərsiniz inşallah. İnşallah. Yəni testləri saxlayın. Sabah olasdı, dərs yoxsa gələn həftə. İndi o haqqda məlumat verəcəm. Əslində mənim planımda var idi sabah keçək əsas əlavə dərsin əvəzinə.